Zamiqin bu xüsusiyyəti pisdir. Elnur da çoxdandır görünmür də. Arada görünmək lazımdır, fikir bildirmək lazımdır. Kənara çəkilmək olmaz. İndi nə olsun ki, səhnəni, TV-ləri bəzi qeyri-peşəkarlar almışdı. Çalışın, hər bir kəs öz yerində olsun ki, onlar qorxsun. Bəli, Elnur Məmmədov həmkarı Zamiq Hüseynovun ifasını tənqid edib. Səs, təbii ki, axşam.az istinad edirəm. Səs dəyişməyi sevmirəm. Türk mahnısını onlar kimi oxumaq xoşlamıram. Zamiq səsini dəyişir. İndi oxuduğu səs öz səsi deyil. Əvvəl oxuduğu səsi çox təbii gəlirdi. Özü bunu bəyənir deyə bu cür oxuyur. Bu yaxşı şey deyil, çox pisdir. İndi də səsini bəyənirəm, amma xüsusiyyəti bəyənmirəm. Bu müğənninin sabah tanınmamağına gətirib çıxaracaq. George Michael'dan mahnı oxumuşam. Amma hamı bilir ki, o mənəm. Muğam oxuyuram, yenə də bilirəm ki, mənəm. Zamiq indi bunu göstərdi. Amma hər dəfə etmək yaxşı deyil. Zamiq bunu özünküləşdirdi. Bəzən ifaya qulaq asıram və deyirəm, yox, Zamiq kaş əvvəlki kimi oxuyardı. Elnur, yəqin ki, xətrivə dəyməzsə, mən deyim sənə. Deyirsən ki, türklər kimi niyə oxumalıyam ki? Bir vaxt bir müğənni xanım var idi, türk mahnılarını oxuyurdu. Türk mahnısını oxuyanda da axırda da belə bir qəribə boğazlar eləyirdi. Bəzən də bizdə bu muğam ifaçıları olub da, sırf muğam ifaçısı deyil, amma muğamı da bildiyinə görə onların özü də bir neçə dəfə türk mahnılarını ifa edib muğam, elə bir muğam oxuyurlar, muğam ifa edirlər. Məncə düz deyil. Bizim mahnıya bir türk müğənnisi oxuyanda, ifa edəndə ona toxunanda, nə bilim, notlarına, sözünə, yerinə oturmayanda hamının xətrinə dəyir də. Mən düşünürəm ki, elə türk mahnısını türk kimi oxumaq lazımdır. Elnur, yenə deyirəm, bir müğənni qadın var idi. Türk mahnısını bir günə qoyurdu ki, o sonra deyirdi ki, mən bunları etməliyəm də, güya yeni improvizasiya idi, amma elə improvizasiya olmur. Bir qəribə səslər çıxardırdı. Məndən bu qədər. Bəzən elə mahnılar var ki, o mahnıları məhz onlar kimi oxumaq lazımdır.